Evimiz ən rahat olduğumuz yerdir. Hər kəs kimi mən də öz evimi çox sevirəm. Ona görə də evə istilik qatmaq üçün vaxtaşır nələrsə hazırlayıram. Bir il öncə isə dəhlizimdə dəyişiklik etdim, divarları bu şəkildə dəyişdim. Daha sonra kənddən gətirdiyim qarğılarla qapılarıma dekor verdim. Qonaq otağıma tablo hazırladım. Hətta sandığımı bax bu şəklə saldım. İndi isə növbə yataq otağımdakı bu divardır. Divar kağızının özündən dekor olsa da mənə görə bu divar boş görünür və mən də bu boşluğu doldurmaq istəyirəm. Fikrimdə teksturalı rəsmlər var. Bir neçə tablo asacağam həmin yerdə, divarın o hissəsinə. Ancaq bunun üçün birinci evdə olan çərçivələri boşaltmalıyam, hazırlamalıyam. Bu gördüyünüz rəsmi kiçik oğlum Amin çəkib. Çox sevirəm o rəsmi. Sadəcə kağız üzərinə çəkilib və teksturalı rəsmlərlə bir arada olmayacaq, alınmayacaq. Buna görə onu hələ ki müvəqqəti götürürəm. Onun üçün başqa bir yer tapmalıyam. Bu videoda tam proses yoxdur. Sadəcə hazırlıq prosesini çəkdim və Temudan aldığım teksturalı pasta və şablonu sınaqdan keçirtmək istədim. Part 2-də rəsm prosesindən görüntülər və son nəticəni sizlərlə paylaşacağam. Görüşərik.